İşğaldan azad edilən ərazilərdə aparılan geniş miqyaslı yenidən qurma və bərpa prosesi davam edir. Dövlət başçısı bugün Ağdam rayonunda bir sıra infrastruktur və sosial layihələrin açılışında iştirak edib. Bu layihələr həm regionun nəqliyyat imkanlarının genişləndirilməsi, həm də məcburi köçkünlərin doğma torpaqlara qayıdışı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısına əvvəlcə Bərdə-Ağdam dəmir yolu xətti layihəsi, Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat verilib. Bildirilib ki, dəmir yolu vağzalı gündəlik 800 min nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət güşələri yaradılıb. Daha sonra ölkə başçısı Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Qeyd edilib ki, şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kənd 2544 nəfər üçün planlaşdırılıb. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Kənd daxili yollar, elektrik, rabitə su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilən çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Kəngərli kəndində klub icma mərkəzində yaradılan şəraitlə də tanış olan dövlət başçısına məlumat verilib ki, 2 mərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Prezident Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib. Dövlət başçısına bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan digər şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Dövlət başçısı Kəngərli kənd körpələr evi uşaq bağçasının açılışında da iştirak edib. 120 yerlik körpələr evi uşaq bağçasında otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Müəssisədə 6 qrup olacaq. Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında iştirak edib. Buradakı 507 yerlik konsert salonunda müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Muğam mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Açılış mərasimindəki çıxışında 44 günlük müharibədən danışan prezident bu hamımızın qələbəsidir deyib. Azərbaycan xalqı bu qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Və təsadüfi deyil ki, Azərbaycana olan dünyadakı münasibət, hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr tərəfindən düşmənçilik etsə də, amma bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bugün hesablaşmayan sabah peşman olur. Dövlət başçısı qeyd edib ki, yaxın illərdə Xankəndi şəhərinin nəqliyyatının inkişafı üçün layihələr var. Bunlardan biri də Xankəndini Şuşa ilə əlaqələndirəcək kanat yolu layihəsidir. Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə biz başlamışıq və yəqin ki, 1 il yarım, maksimum 2 il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Şuşanı Xankəndi ilə birləşdirən kanat yolu layihəsi üzərində biz işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq. Daha sonra Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramını izləyib.